Nəbzin ölçülməsi. Bu videoda biz nəbzin düzgün ölçülməsi texnikasını öyrənəcəyik. Nəbz ölçməsi ürək fəaliyyətinin, qan dövranının və xəstənin ümumi klinik vəziyyətinin qiymətləndirilməsi üçün sadə, amma çox vacib bir prosedurdur. Xəstənin hazırlanması. Ölçmədən əvvəl xəstənin düzgün hazırlanması çox vacibdir. Xəstə 5-10 dəqiqə istirahətdə olmalıdır. Oturaq və ya uzanıqlı vəziyyətdə ola bilər. Fiziki aktivlik, stres və ya siqaret çəkdikdən sonra dərhal ölçmə aparılmamalıdır. Qol ürək səviyyəsində saxlanmalıdır. Nəbzin ölçülən əsas nöqtələri. Bədənimizdə nəbzin hiss olunduğu bir neçə nöqtə vardır. Gəlin onları tanıyaq. Radial nəbz. Biləkdə, baş barmaq tərəfdə. Gündəlik klinik ölçmələr üçün ən çox istifadə olunan nöqtədir. Karotit nəbz. Boyunda, təcili vəziyyətlərdə və kollapsda istifadə olunur. Brakial nəbz. Dirsək daxili, uşaqlarda və arterial təzyiq ölçümü zamanı. Apikal nəbz. Ürəyin zirvəsində, aritmiya və ürək xəstəliklərində. Femoral nəbz. Qasıqda, şok və periferik qan dövranı problemlərində. Popliteal nəbz. Diz çuxurunda, aşağı ətraf dövranının yoxlanması üçün. Posterior tibial nəbz. Topuğun daxili tərəfində, ayaq qan dövranı üçün. Dorsalis pedis nəbz. Ayaq üstündə, diabetik ayaq və periferik arteriya xəstəliklərində. Radial nəbzin ölçülməsi texnikası. İndi isə ən çox istifadə olunan radial nəbz ölçmə texnikasını addım-addım öyrənək. Birinci addım. Barmaqların yerləşdirilməsi. Xəstənin biləyini tapın. Şəhadət və orta barmağınızı biləyin baş barmaq tərəfindəki çuxura yüngülcə qoyun. Diqqət! Baş barmağınızı istifadə etməyin. Çünki öz nəbzinizi hiss edə bilərsiniz və bu səhv nəticəyə gətirib çıxarar. İkinci addım. Təzyiq. Barmaqlarınızla yüngül, amma sabit təzyiq tətbiq edin. Arteriyanı tam sıxmayın. Sadəcə nəbzi aydın hiss edəcək qədər toxunun. Üçüncü addım. Sayma müddəti. Əgər nəbz normal və ritmikdirsə, 30 saniyə sayın və nəticəni 2-yə vurun. Əgər aritmiya varsa, mütləq tam 60 saniyə sayın. Qiymətləndirilən göstəricilər. Nəbz ölçərkən 4 əsas göstəriciyə diqqət yetirməliyik. Birinci, nəbzin sayı. 1 dəqiqədə neçə vuruş olduğunu müəyyən edirik. Böyüklərdə normal nəbz 60-dan 100-ə qədərdir. Uşaqlarda 80-dən 120-nə qədər. Yeni doğulanlarda isə 120-dən 160-a qədər. İkinci, ritm. Nəbz ritmik və ya aritmik ola bilər. Ritmik nəbzdə vuruşlar arasında bərabər fasilə olur. Üçüncü, güc. Nəbzin gücü zəif, orta və ya güclü ola bilər. Bu, ürəyin vurma qüvvəsini və qan dövranının vəziyyətini göstərir. Dördüncü, simmetriya. Mütləq sağ və sol qolu müqayisə edin. İki tərəfdə nəbz eyni olmalıdır. Apikal nəbzin ölçülməsi. Bəzi hallarda apikal nəbz ölçülməlidir. Bu metod xüsusilə aritmiya, ürək çatışmazlığı və diqoksin qəbul edən xəstələrdə istifadə olunur. Apikal nəbz harda ölçülür? Sol tərəfdə 5-ci qabırğa arası, midklavikulyar xətt üzərində, yəni sol döş ucunun düz altında. Necə ölçülür? Stetoskop istifadə edərək mütləq 60 saniyə ərzində sayılır. Vacib qaydalar. Nəbz ölçərkən bu qaydaları unutmayın. Əlcək geyinmək məcburi deyil, əgər dəri bütövdürsə. Ölçmə zamanı xəstə danışmamalıdır. Ölçmə sonrası nəticəni dərhal qeyd edin. Qeybiyyat nümunəsi. Nəticəni belə qeyd edə bilərsiniz. Nəbz 78 vurğu dəqiqədə, ritmik, orta güclü, radial, sağ qol, oturaq vəziyyətdə. Diqqət edilməli vəziyyətlər. 60-dan az nəbz, bradikardiya. 100-dən çox nəbz, taxikardiya. Aritmiya varsa, dərhal həkimə bildirin. Qəfil dəyişiklik. Təcili qiymətləndirmə tələb olunur. Nəticə. Nəbzin düzgün ölçülməsi sadə, amma həyati əhəmiyyətli bir bacarıqdır. Bu texnikanı öyrənməklə siz xəstənin vəziyyətini tez və effektiv şəkildə qiymətləndirə bilərsiniz.